Analar uşaq dünyaya gətirəndən sonra bütün sevgini, həyat yoldaşına olacaq sevgini, özünə olacaq sevgini, zamanı, diqqəti hamısını uşaqlarına verirlər. Həyat yoldaşlarından kəsdiyi hissəni də ora yönləndirdiklərinə görə gələcəkdə oğlan ailə quranda müəyyən bir problemlər yaranır. Yəni o qısqanclıqlar yaranır. Bu mövzuda danışmışdıq. Burada belə bir rəy var ki, boş başdan gələn boş sözlər. Ana qısqanmır, sadəcə onu sevdiyi kimi onu heç kəs sevə bilməz deyə narahatdır. Mənim də oğlanlarım var. Oğlumu belə, bəli, hamıdan çox sevirəm, çünki ilkimdir. Hı Əcəb -hı. də edirəm. Amma alacaq xanım ona necə dəyər verəcək, məndən də onun qarşılığını elə görəcək. Buna kim nə ad verirsə versin, buyurun. Bax, bu fikirlə razıyam ki, hər kəs əgər sən publikaya açıq bir şey paylaşırsansa, öz fikirlərini bölüşürsənsə, təbii ki, bunun bir geri dönüşü olur. İnsanlar buna fikir bildirirlər. Amma burada təbii ki, bir məqamı insanlar, bəziləri Hı klaviatura -hı. şirləri bunu unudurlar ki, tənqid olar, amma təhqir yox. Məsələn, boş başdan gələn boş sözlər. Yəni bunu məncə yazmamaq da olardı da. Hələ bu nədir ki, bir qadın 2 oğlu olduğunu qeyd eləyir orada da. Yazıb ki, kül sənin başına. Mən nəyə görə gəlinimi qısqanım? Onların mənim oğlanlarımı xoşbəxt eləməyi bir ana olaraq mənim fəxrimdir. Cavab olaraq yazmışdım ki, bəs yaxşı kül niyə mənim başıma? Yəni Siz sən nə bunun əksini, əlaqədə? eynən siz bunun mənim dediklərimin siz əksini yaşayırsınızsa həyatınızda, xoşbəxt qadınsınızsa, oğullarınızın yanındasınız və gəlinlərinizi çox sevirsiniz, onlara dəstəksizsə, mənim niyə kül başıma? Və yaxud da ki, boş başdan hardan bilir ki, necə qənaətə gəlib ki, bu boş başdır? Boş başdır. Yəni